Salam hörmətli izləyicilər. Ermənistanın xarici təhlükəsizlik siyasətində istiqamət dəyişikliyi sürətlənir. İrəvan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə münasibətləri faktiki olaraq dondurub, Avropa İttifaqına üzvlük istiqamətində isə yeni addımlar atmağa hazırlaşır. Rusiya isə bu siyasətin həm təhlükəsizlik, həm də iqtisadi baxımdan Ermənistan üçün ciddi nəticələr doğura biləcəyi barədə mesajlar verir. İlk diqqət çəkən məqam Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə münasibətləridir. Rusiya Xarici İşlər Nazirinin nümayəndəsi Mikhail Ağasandyan bildirib ki, hazırda Ermənistanla kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı xətti üzrə hərbi, texniki və digər sahələrdə əməkdaşlıq həyata keçirilmir. Bu, İrəvanın təşkilatda iştirakını faktiki olaraq dondurması ilə bağlı əvvəlki açıqlamaların praktik nəticələrindən biri kimi qiymətləndirilə bilər. Baş nazir Nikol Paşinyanın son açıqlaması isə vəziyyəti daha da aydınlaşdırır. O bildirib ki, Ermənistan həmin təşkilatda fəaliyyətini aktivləşdirməyi planlaşdırmır və ölkənin təşkilatdan xaric edilməsi onu məmnun edərdi. Beləliklə, söhbət artıq yalnız dondurulmuş üzvlük məsələsindən deyil, Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə münasibətlərinin gələcəyindən gedir. Digər istiqamət isə Avropa İttifaqıdır. Paşinyan Ermənistanın yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb. Ermənistan parlamentinin qəbul etdiyi və prezident tərəfindən imzalanan qanun da bu istiqamətdə siyasi çərçivə yaradıb. Lakin Moskvanın mövqeyi bundan tamamilə fərqlidir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına ehtiyac duymadığını düşünürsə, təşkilatdan çıxmaq qərarını özü verə bilər. Eyni zamanda o, Avropa İttifaqının üzvlük prosesinin uzun illər çəkə biləcəyini və Ermənistan qanunvericiliyinin ittifaqın normalarına uyğunlaşdırılmasının Avrasiya İqtisadi İttifaqının qaydaları ilə ziddiyyətlər yarada biləcəyini vurğulayıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə daha sərt mövqe nümayiş etdirib. O, Ermənistanın Avropa İttifaqına heç vaxt üzv olmayacağını iddia edib və İrəvanın siyasətinin Rusiya və digər Avropa İttifaqı ölkələri ilə münasibətlərə uzunmüddətli mənfi təsir göstərəcəyini bildirib. Burada əsas məsələ Ermənistanın qarşısında yaranan strateji seçimdir. Rusiya və Avrasiya strukturları ilə mövcud əlaqələri qorumaq, yoxsa Avropa inteqrasiyasını sürətləndirmək. Çünki Avropa İttifaqının inteqrasiya yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Bu proses iqtisadi, hüquqi və institusional dəyişikliklər, eləcə də Ermənistanın mövcud regional öhdəliklərinin yenidən nəzərdən keçirilməsini tələb edə bilər. Göründüyü kimi, Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından uzaqlaşması və Avropa İttifaqına yaxınlaşması artıq ayrı-ayrı siyasi bəyanatlar səviyyəsindən çıxaraq konkret strateji seçim mərhələsinə daxil olur. İrəvanın bu istiqamətdə atacağı növbəti addımlar yalnız Rusiya-Ermənistan münasibətlərinə deyil, bütövlükdə Cənubi Qafqazdakı geosiyasi balanslara da ciddi təsir göstərə bilər. Təhlil zamanında əsas məqamları sizin üçün təhlil etdik. Növbəti buraxılışda görüşənədək